Atopik dermatit təkrarlanan hücumlarla və xroniki hala gələn bir dəri iltihabı xəstəliyidir. Əsasən uşaqlarda ağır atopik dermatit, orta ağır atopik dermatitlərdə %40% qida allergiyası olur. Uşaqların ailəsində, ailə hekayəsi olaraq valideynlərin birində allergik, hər hansı bir allergik xəstəlik olması. Genetik, bəli, ola bilir. Əsasən allergiya nə ilə biruzə verir? Uşaqların ilk 3 ayından bəzi vaxtlarda daha erkən dəridə görsənən hiperimik yanı, qızartılı, quruluq, qabarıq və qaşınan sahələrin yaranması. Əsasən bu üst yanaqlardan başlayaraq boyun, sinə, döş, ətrafların xarici səthində yaranır və qaşınma, təkrarlanan xroniki hal bunun əsas xüsusiyyətlərindən biridir. Dediyim kimi qida allergiyasına bağlı ola bilər. Qida allergiyasının içində ən çox rast gəlinən inək südü, yumurtanın ağına, arahis, yer fıstığı falan, soya, gluten və digərlər ən sıx-sıx görülənlərdəndir.